Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya ve mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdatan min lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli qardaşlarım, dəyərli müsəlmanlar, ilk öncə özümə, sonrasında hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyə ki bizlərə qadan edibsə, nədən ki çəkinməyə əmr edibsə, o şeylərdən uzaq durmaq olar. Bu sifəti qazanmaq olar, yəni təqvalı olmaq olar. Və bilin ki, cənnəti qazanmaq üçün ən böyük və ən başlıca bir səbəbdir ki, hər bir müsəlman Allah qorxusunu, o təqva sifətini qazansın. Və Allah Taala da öz kitabında, Quran-ı Kərimdə təqva əhlini, yəni Allahdan qorxan qulları bir çox müjdələr ilə müjdələr. Ən böyük müjdəsi, vədi Allah Taala'nın müttəqilərə cənnətdir. Necə ki, Allah Taala buyurur ki, həqiqətən də müttəqilər cənnətdədirlər. Və elhamdülillah, ilk öncə Allaha sonsuz sayda həmsənalar olsun ki, Allah Taala bu gözəl, mübarək, xeyir, bərəkəti bol olan bir aya bizi yetişdirir. Bu ayın oruclarını tutmağı bizə nəsib edib və dua edirəm ki, sona qədər gözəl bir şəkildə bu ayı başa vurmağı Allah Taala bizə nəsib etsin və bu ayda etdiyimiz ibadətləri Allah Taala öz dərgahında qəbul buyursun. Çünki ibadətin qəbul olunması üçün də baxırıq ki, biz sahabələr, tabinlər, sələflər çalışardılar. Və onlar da Allah Taala'ya dua edirdilər ki, Allah Subhanahu wa Taala bu ayda etdikləri ibadətləri Allah Taala qəbul buyursun. Baxırsan ki, çox adam oruç tutur. Görürsən, kimisi arıqlamaq üçün tutur, kimsə pəhri saxlamaq üçün tutur, kimisi sağlamlıq üçün tutur, kimisi nə bilim, dostlarım tutur deyənə, mən də onlarla bir yerdə qoşulub tutum. Lakin Allah Taala'nın bizdən istədiyi o deyil. Çünki Allah Taala Quran-ı Kərimdə buyurur ki, bu deyir sizdən əvvəlkilərə fərz edildiyi kimi, vacib olduğu kimi sizə də vacib oldu. Oruç sizdən əvvəlkilərə vacib olduğu kimi sizə də vacib oldu. Niyə görə? Allahdan qorxasınız, yəni təqvalı olasınız. Yəni. Allah Taala demədi, sizdən əvvəlkilərə əmr olundu ki, tutsunlar, arıqlamaq üçün, nə bilim, pəhri saxlamaq üçün, sağlamlıq üçün. Yox, bunlar hamısı heç biri Allahın bizdən istədiyi deyil. Çünki ibadət sırf Allah üçün olmalıdır və orada heç bir başqa bir niyyət o yerə, o ibadətə qarışmamalıdır. Və elhamdülillah ki, özünüz də görürsünüz ki, necə sürətli günlər keçir. Sanki dünən başlamışdı Ramazan. Hamımız düşünürdük ki, necə tutacaq, necə olacaq, bacaracaq, yoxsa yox. Amma bu günləri artıq biz Ramazanın 25-ci gününü geridə qoyduq, elhamdülillah. İnsanın ömrü də bu cürünə sürətlə gəlib keçəcək. Bir də ayılacaqsan ki, artıq qocalmısan. Çünki burada oturanların əksəriyyəti bir-birini tanıyır. 15 il, 20 il, 25 il tanıyanlar var. Özünüz görürsünüz necə vaxt sürətlə gəlib gedir. Yəni, ona görə də Ramazan bu cürünə tez ötdüyü kimi, insanın ömrü də bu cürünə sürətlə gəlib keçəcək, ötəcək. Ona görə də Allah Taala bu cürünə ayları İslam ümmətinə, müsəlmanlara bəxş edib ki, müsəlmanlar bu aylardan istifadə etsinlər. Başqa dinlərdə belə bir şey yoxdur, qardaşlarım. Müsəlmanlarda da, İslam dinində də ki, bu Ramazan ayıdır, cümə günləridir, müsəlmanların bir yerə toplanmasıdır. Məkkədir, Mədinədir, yerlərdir. Hansı ki, sən o yerlərdə ibadət etməklə Allah Taala səni təmizləyir. Allah Subhanahu Taala səni nə edir? Təmizləyir və islah edir, sənin dərəcələrini qaldırır. Bu Allahın lütfüdür bizə, Allahın mərhəmətidir bizə, qardaşlarım. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem necə ki, gəlib ki, zövcələrə deyir ki, son 10 gündə izarını daha da nə edərdi? Sıxardı. Yəni, izarı sıxmaq nə deməkdir? Yəni, daha var gücü ilə, belə deyək, son 10 günə nə edərdi? Hazırlaşardı. Çünki daha çox savablar, daha çox fəzilət o 20 gündən sonuncu 10 günündədir Ramazanın. Sonuncu 10 günündə Peyğəmbər sallallahu aleyhi ve sellem ailəsini tərk edər və Allaha nə edərdi? Bağlanardı bütünlükdə. Allah Subhanahu taala bağlanar, etiqafda keçirər, ibadətləri ilə məşğul olar və etiqafda yalnız zərurət, ehtiyac olanda ayaq yolu və ona görə çıxardı. Məsciddən çıxmazdı, ibadət edərdi.
Ona görə də bu göstərir ki, bizə ki, Ramazan ayının sonuna daha nə etməliyik? Gücümüzü toplamalıyıq. Var gücümüzü. Baxırsan ki, məsciddə gedəndə fikir verin, birinci, ikinci günü necə adam dolu olur. Məscidin qapısından çölə çıxır adamların sayı. Hamı həvəslə, imanla gəlib. Amma ged-gedə nə edir? Həftədən sonra baxırsan ki, artıq nə edir? Seyrəlib. Adamların sayı azalı gedir. Niyə görə? Çünki ged-gedə istər-istəməz insan nə edir? Zəifləyir. Amma əksinə Peyğəmbər sallallahu əleyhi və səlləm bizə təşviq edib ki, Ramazanın sonunda daha çoxdur ibadətlər. Orada daha çox nə etmək lazımdır? Hazırlaşmaq lazımdır. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullahdan soruşanda ki, Ramazan ayının son 10 günü ən xeyirli günlərdir, yoxsa ki, Zülhiccənin ilk 10 günü? Bilirsiniz ki, Zülhiccənin ilk 10 günü həcc olan mövsümdür. Və Şeyxülislam İbn Teymiyyə elə bir cavab verir ki, alimlər deyirlər ki, ondan möhtəşəm cavab ola bilməz. Deyir ki, Zülhiccənin ilk 10 gününün gündüzləri yer üzündə olan bütün günlərdən xeyirlidir. Çünki orada Ərəfə var, Müzdəlifə var, şeytana daş atmaq və s. Bütün ibadətlər cəm olub oradanız. Ən xeyirli günlərdir. Lakin deyir, gecələrə gəldikdə isə Ramazanın son 10 günün gecələri yer üzündə olan hər bir gün, bütün günlərdə nədir? Əfsəldir. Bütün gecələrdən üstündür. Çünki orada bir dənə Qədr gecəsi var. Quranın nazil olduğu gecədir. 1000 aydan nədir? Xeyirlidir. 83 il insan ömrü. Ona görə İbn Həcər rahimehullah deyir ki, bir insan 83 il namaz qılsa, oruç tutsa və bir nəfər də o Qədr gecəsinə düşsə, yəni o Qədr gecəsinin savabını götürsə, sanki elə belə o 83 il ibadət edən savabını qazanacaq. Yəni, təsəvvür edirsiniz. Yəni, bu başqa bir dinlərdə yoxdur, qardaşlar. Bunu Allah Subhanahu taala İslam ümmətinə, Muhammed ümmətinə verib ki, biz istifadə edək. Çünki qiyamət günü gələndə hamı peşman olacaq. Kafirlər heç, onlar peşman olacaqlar ki, Peyğəmbərləri rədd etdilər, dəvətçiləri rədd etdilər, Quranı rədd etdilər. Müsəlmanlar, möminlər peşman olacaq ki, o vaxtları nə etdilər? İsraf etdilər, boş keçirdilər, faydasız şeylərlə keçirdilər. Yəni, o Ramazanın 10 günündə, axır 10 gündə də o savab. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm asanlaşdırıb. Deyib, axır 10 günün tək günlərində axır. Deməli, 5 gündür. 5 gün özü toparla. Telefonunda budilniki qoy. Gedi saat 3-də dur. 2 rükət, 4 rükət, 7 rükət. Allah üçün namaz qıl, Quranı oxu, zikirləri et, dua et. Yəni, şərt deyil ki, bütün gecəni yatmayasan. Yox. Yat, dur, ibadət elə və bu ilə də o xeyri, bərəkəti qazan yenə. Çünki bilinmir, gələn il sən bu Ramazana düşəcəksən, yoxsa yox. Yetişəcəksən, yoxsa yox. Allah bilir. Allah bilir. Ona görə də fürsət verilib sənə, qardaş. Çalış, istifadə et. O fürsəti buraxma genəldə. Buraxma, qardaş. Vallahi ki, hər bir qiyamət günü dediyim kimi müsəlmanlar da peşman olacaqlar. Barmağımızı dişləyəcək ki, ayda. Kaş ki, verilmişdi mənə şans. Allah Subhanahu taala mənə bu möhləti vermişdi. Mən niyə istifadə eləmədim? Yəni, o deyir, 100 kiloluq ştanqanı qaldırmaq asandır. Nəinki o 2 kiloluq yorğanı üstündən atmaq. O 2 kiloluq yorğanı üstümüzdən atıb dura bilmirik. Deyirsən, elə yatım. Yeməkdir. Görürsünüz, oturmuşuq, gözləyirik necə həvəslə, səvincdən ki, indi iftar eləyədir. 2 tikə yeyirsən, doyursan gözün. Vəssalam. Çünki səni bu örgədir, Ramazan səni örgədir. Nəfsini islah etməyə, nəfsini təmizləməyə. Ona görə sən bu fürsətdir ki, yəni əlhamdülillah, bundan sonra 5 gün qalıb. Bunları çalış, açılması bulub günlərdən etkinə, istifadə etkinə görə. İstifadə et, gecələri ibadətlə keçir, dualarla keçir və bir də həmişə dediyimiz kimi dualarda bir-birinizi yaddan çıxarmayın, qardaşlar. Allah Subhanahu taala tərif etdi. Həm insanlardan, Peyğəmbər sallallahu əleyhi və səlləm salavat gətirdi. Ondan sonra müsəlmanlar üçün, valideynlərin üçün, özün üçün, yaxınların üçün, qohumların üçün, dostların üçün, qardaşlar üçün, müsəlmanlar üçün dua et. Yer üzündə nə qədər əziyyət çəkən müsəlmanlar var. Çətinlikdə olan müsəlmanlar var. Borc altında qalan müsəlmanlar var. Xəstə olan müsəlmanlar var. Zülmə məruz qalan müsəlmanlar var. Bunları yaddan çıxarmayın. Bilgilən ki, sən Allaha onlar üçün dua etdikcə Allahın mələkləri deyir ki, amin sənin üçün də. Sən heç nə itirmirsən. Allahın mələkləri deyir ki, amin sənin üçün də olsun, eynisi. Ona görə də istə. İstə, qardaşların üçün, Allahdan istə. Çünki dua müsəlmanın nədir? Silahıdır, müminin silahıdır. Ona görə də dua etməyi nədir? Yaddan çıxarmayın. Və dediyimiz kimi, əlhamdülillah, bugünlər artıq 25-ci yəni gündür Ramazan ayından.
və yerdə qalan günləri də çalışın, var gücünüzü, necə ki, Peyğəmbər s.ə.v bizə öyrətdiyi toparlayın ki, bu günlərdən gözəl şəkildə istifadə edəsiniz. Və əlhəmdülillah, bilirsiniz ki, sələflərin, yəni tabinlər olsun və yaxud da sahabələr olsun, onların gözəl nəsiyyətləri var bizə. Baxırsan ki, o nəsiyyətləri oxuyanda insan dəhşətə gəlir ki, subhanallah, insanlar doğrudan da, yəni Allah subhanət hala onlara hikmət bəxş edir. Ona görə Allah Quranda da deyir ki, kimə hikmət verilmişsə, ona böyük bir nimət əti olunmuşdur. İbrahim ibn Ətəm rahiməhullah bir günləri bazarlarda dolaşanda insanlar onu tanıdıqları üçün, hikmət sahibi olduğu üçün insanlar ətrafına yığışır, deyirlər ki, bu İshak, bizə nə olub ki, biz dua edirik, amma dualarımız qəbul olmur. Yəni, bu qədər dualar edirik. Yəni, bu günləri müsəlmanlar da ona şikayət edirlər. Yazırlar ki, qardaş, dua edirik, amma dua qəbul olmur. Nə qədər gözləməliyik? Və yoxdur, nə etməliyik ki, duam qəbul olunsun? Və İbrahim Ətəm onlara deyir ki, 10 dənə səbəbdir ki, o 10 dənə səbəbə görə sizin qəlbləriniz ölüb. Ona görə duanız qəbul olunmur. Və başlayır 10 dənə səbəbi sayma. Birinci deyir ki, Allahı tanıdığınız halda, dediniz ki, biz Allahı tanıyırıq. Lakin Allahın haqqını verməlisiniz. Allahın haqqı nədir? Bu günləri yer üzündə nə qədər insanlar var, deyir ki, Allaha qurban olun. Baxırsan ki, orada deyilsin, yoxdur. Nə namazı var, nə orucu var, nə zəkatı var. Hiçbir şey yoxdur. İnsan əlində rumka qaldırır, deyir Allah xoşbəxtdir. Sən haram şeyi qaldırırsa əlində deyirsən Allah xoşbəxtdir eləsin. Halbuki Allah subhanət hala bunu nədir? Haram edir sənə. Allahın haqqı nədir insanlar üzərində? Allaha ibadət etmək. Ona heç bir şeyi şərik qoşmaq. Bəs insanların Allah üzərində olan haqqı nədir? Peyğəmbər s.ə.v dediyi kimi, Allah subhanət hala şərik qoşmayan Allah taala nədir? Əzab verməməsi. Ona görə də deyir ki, Allahı tanıdığınız halda, dediniz ki, biz tanıyırıq Allahı, lakin Allahın haqqını vermədiniz. İbadət etməyi, Ramazan ayında oruç tutmaq, nə qədər insanlar var, görürsən ki, oruç tutmurlar. Elə digər aylarda vallahi ki, baxırsan, fikirləşirsən ki, subhanallah, yəni bunlar necə yaşayırlar, ibadət etmədən, necə oruç tutmadan, hamı oruç tutublar, amma tutmayıblar. Öz həyatlarını sürürlər. Yəni, ömürlərini itirirlər onlar. Onlar ömürlərini itirirlər. Onda Allaha həmd edirsən, Allaha şükür edirsən ki, əlhamdülillah ki, Allah subhanət hala sənə hidayət verib. Sən bunu başa düşürsən, bu nə deməkdir? Oruç tutmaq. Ramazan ayı nə deməkdir? Sonra deyir ki, ikinci, Allah Rasulunu deyir, sevdiyinizi iddia etdiniz, amma onun deyir, sünnəsini tərk etdiniz deyir. Peyğəmbər sallallahu aleyhi ve selləmi sevirsiniz deyirsiniz, amma sünnəsini tərk edirsiniz. Nə qədər sizdən bidət əhli var ki, hansı ki, Peyğəmbər sallallahu aleyhi ve selləmi sevdiyini iddia edir. Lakin baxır ki, sünnədən əsər əlamət yoxdur. Nə ki sünnə deyil, hamısını edirlər. Peyğəmbər sallallahu aleyhi ve selləmin mevludunu qeyd edir, doğum günü. Halbuki Peyğəmbər sallallahu aleyhi ve sellem bunu eləmir, sahabələr bunu eləmir. Deyəndə də deyir ki, sən deyir, onda Peyğəmbəri sevmirsən ona görə. Deyirsən, qardaş, mən Peyğəmbər sallallahu aleyhi ve sellem sevirəm. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem eləməyib, baxır. Əbu Bakır, Ömər, Osman gəlib Allah Rasulunu təbrik eləməyiblər. Və yaxud da bir-birlərini onlar təbrik etməyiblər. Halbuki Allah Rasulü əmr edir saqqal saxlamaq. Görürsən, baxırsan ki, bidətləri edir, amma Allahın Rasulunu əmr etdiyi sünnətləri tərk edir, heç birini eləmir. Ona görə deyir ki, Peyğəmbər sallallahu aleyhi ve selləmi sevdiyinizi iddia etdiniz, amma onun sünnəsini tərk etdiniz. Sünnətinin yerinə qədər sünnətlər var. Halbuki baxırsan ki, görürsən ki, müsəlmanlar özlərində də o sünnətlər itir. Sözün misvaqın özü olsun. Bu günləri çox nadir qardaşların cibindən çıxar o misvaq ağacı. Halbuki Peyğəmbər sallallahu aleyhi ve selləmin sünnəsidir o. Allah Rasulunun əmridir. Deyir ki, mən əmr edərdim ki, hər fərz namazından sonra qabaq dişlərini təmizləsinlər. Hanı? Heç yadımıza düşmür, misvaq haradadır. Və yaxud da isbalın özü olsun. Görürsən ki, saqqal var, amma isbal yoxdur. Ona görə bunlara hamısına müsəlmanlar fikir verməlidirlər. Qardaş, sən bunlara fikir verməlisən. Din get-gedə, yəni müasirləşmir. Yəni o demək deyil ki, müasir olaq, qalstukdan gedir, saqqal qırxmaq, qırxaq, saqqal qaldı keçmişdi, o belə deyənlər var. Yox, öyle şey yoxdur. Allahın dini hər bir məkana, hər bir zamana görədir. Vəssalam. Sonra deyir ki, İbrahim ibn Ətəm rahiməhullah deyir ki, Allahın nemətlərindən yediniz, gör nədir ha? Lakin deyir, layiqincə Allaha şükür etməlisiniz. Vallahi ki, insan günah ki edir ha, o günahı da belə Allahın verdiyi ona nemət nədir? Sənə Allah verib, halal yolla qazanırsan bu pulu, götürsən aparırsan içkiyə verirsən. Allah sənə verib, sən aparırsan halalı, verirsən nəyə? Harama. Demək, sən hələ Allaha şükür etmirsən layiqincə. Nə olsun ki, evdən çıxanda deyirsən ki, mən həmişə deyirəm, ay Allah, sənə şükür olsun. Yox, belə şey yoxdur. Allaha şükür etmək
Allaha ibadət etməkdir. Allaha şükür etmək, Allahın əmrlərini tanımaqdır. Peyğəmbər sallallahu aleyhi ve sellem Allaha ibadət edirdi. Dizləri şişərdi və deyərdi ki, Allaha şükür edirəm. İbadət etməyi Allah Rasulü Allaha şükür etməkdən sayırdı. Ona görə də deyir, Allahın nemətlərindən yediniz, lakin layiqincə şükür etmədiniz. Azdır. Azdır. Çörək bugün qalır səhərə, yox, boyat da artıq, bunu yemirik, təzəsini alaq. Yemək bir gün kesir, yox, bunu tullamaq lazımdır. Allahu Akbar. O qara dərili bir qadın idi, bilməm, TikTokda qabağınıza çıxıb, yoxsa yox. Afrika ölkələrindən birində ona sual verir ki, biz oruç tutursan, deyir ki, hə, yaşlı qadındır. Deyir, yeməyə nəyimiz var? Deyir ki, vallahi heç nəyim yoxdur yeməyə. Nə səxura, nə iftara içində yox. Sudur deyir, su içirik və salam. Heç bir şey yoxdur. Amma deyir, tutacam. Özü xəstəliyi də var, ayağı da işləmir. Deyir, yox, tutacam deyir. Hətta ölsəm belə tutacam, çünki deyir, Allahın əmridir. Baxırsan ki, insanlar o halları ilə belə Allahın verdiyi nemətlərə necə şükür edir. Bizdə hər şey var, bolluqdur, bəyəmir. Deyir, yox, bu gün keçdi, bir gün keçdi, yox, bunu yeməyək. Bunu ataq geçsin. Azdır, biraz çox olsun. İnsan gərək hər bir şey nədir, qədrini bilsin. Əlhamdülillah biz özümüz indi az yaşımız yoxdur, görmüşük hamısını. Nələr hardan gəlib çıxıb. 10 qəpik, 20 qəpik olan bir şeylər bu günlərə gəlib çıxıb 3 manata, 4 manata. Bu elə belə deyil ki, bu bərəkət gedir də, bərəkət getdikcə qiymətlər də qalxır. Elə deyil qardaşlarım. Yaşlı qardaşlar var da əlhamdülillah. Pomidor xiyar neçə idi ki? Hə, gör indi hara gəlib çıxıb olar. Yəni bunlar itə gedir də qardaş. Bu elə belə deyil ki. İbn Qeym rahimehullah deyir ki, öz vaxtından danışanda deyir ki, biz zirzəmidən bir kisə buğda tapdıq. Buğdanın içində deyir kağız yarıdır ki, bu deyir bərəkət dövrünün deyir məhsuludur. Saxlamışıq ki, gələcək nəslə baxsın. Bu boyda deyir, buğdanın dənələridir. İlk-ilk. Deyir saxlamışıq gələcək nəslə görsünlər ki, biz bu boyda yığırdıq. İndi deyir gəlib düşüb oraya. Bunun görə bərəkət çəkildikcə hər bir şeyin keyfiyyəti deyir. Baxırsan ki, o yediyimiz yeməklər nədir? Nə qədər insanlar şikayət edir, yox, keyfiyyət qalmıyor, əvvəlki kimi deyil. Və əlbəttə ki, əvvəlki kimi olur. İnsanlar günah elədikcə Allah Subhanahu taala bərəkəti alır, aparır. Və insanlar nədir? Layiqincə Allaha şükür etmədikləri üçün. Sonra deyir ki, 5-ci, şeytanın düşməniniz olduğunu dediniz. Lakin deyir nədir? Onun vəsvəsələrinə deyir, müvafiq oldunuz. Şeytan hər birimiz deyir, Adəmi aldatdı. Cənnətdən qovulmasına səbəb oldu. Euzubillahimineşşeytanirracim deyirik. Lakin baxırsan ki, yenə də şeytanın dediklərinə yürüyük. Nəfsimizə tabi olmuruq. Nəfsimizə nədir? Hakim ola bilmirik. Yenə də gəlirsən şeytanın addımlarının ardınca. Halbuki Allah Taala da Quran-ı Kərimdə bizə buyurur ki, şeytanın addımlarının ardınca getmə. Getmə. O sənin ən böyük düşmənindir. Hətta İbrahim surəsində şeytan, iblis qiyamət gün cəhənnəmdə bir dənə taxt quracaq, çıxacaq, oraya xütbə verəcək insanlar. O şeytanın xütbəsi adlandırılır həmin o ayətləri. Deyəcək, Allah da sizə vəd vermişdi, mən də vəd. Mən bu gün vədimdən xilaf çıxıram. Allah sizə nəyi demişdirsə, düz demişdi. Mən sənə bir nə dedim? Dedim, bir dənə get onunla içkinə. Sən də getdin onun ardıncadır. Hə. Onu gedir, özünüzü qınayın, məni yox. O da üz döndərəcək insanlardan. İnsanlardan o da üz döndərəcək. Sən qalacaqsan ortalıqda tək Osmanlı, mən kimin ardınca gelmişəm? Halbuki Allah Taala səni xəbərdar eləyib. Quran-ı Kərimdəki bunun addımların ardınca getməyin. Sonra deyir ki, İbrahim bin Ətəm deyir ki, cənnətin haqq olduğunu dediniz, onun üçün deyir, əməl etmədiniz deyir. Müsəlman, mümin, Allah Subhanahu taalanın xəlq etdiyi o cənnətə düşmək üçün can atır. Cənnətə girmək üçün əməlləri edir. Və cənnətin haqq olduğunu bildiyimiz halda görürsən ki, o cənnətə aparan nə qədər əməllər var ki, biz onlardan uzaqıq. Bilirik ki, sonra onun ardınız nədir? Cəhənnəmin haqq olduğunu dediniz, ondan bir ibrət almadınız deyir. İkinci, ondan sonra nəsihəti bu olur. Yəni, deyir, cəhənnəmin haqq olduğunu dediniz, lakin deyir, ondan ibrət almadınız. Bilirik ki, qeybət haramdır. Hara aparır? Cəhənnəmə, əzabı var. Allah Taala Quranda deyir ki, birinizin ətini yeməyin. Yenə də eləyirik. Nəmmamlıq eləmə, yenə də eləyirik. Təkəbbürlük etmə, yenə də eləyirik. Yalan danışma, yenə də eləyirik. Oğurluq etmə, yenə də eləyirik. Dilimizə nədir? Hakim ola bilmir. Ona görə də bu qədər ibadətlər var. Ramazan, oruc, zəkat. Allah Taala bu haqq qoyub ki, bizi təmizləsin.
Biz indi oturub düşünürük ki, mən zina eləmirəm, içki içmirəm, bunlardan uzaqam. Bu uşlardan ki, uzaq deyilsən. Qeybət var, yalan var, söyüş var, nəmmamlıq, hamısı var da. Böyük günahlar da hamısı balaca deyil ki, var. Yür aparır da hamısını. Bütün etdiyin savabları yür aparır. Ona görə də deyir, cəhənnəmindir, haqq olduğunu bildiyiniz halda onun üçün ibrət almadınız, deyir. Oturub düşünmədiniz. Allah subhanallah ki, cəhənnəm var. Allah subhanallah bizə Quran-ı Kərimdə xəbər verib. Oranın əhli barəsində, əməlləri barəsində, hansı ki, insanları ora düşməsinə səbəbdir. Sonra İbrahim ibn Ətəm rahimehullah deyir ki, dualarınızın qəbul olunmamasının səbəbindən biri də ölümün haqq olduğunu dediniz, ona hazırlaşmadınız. Artıq ölümdən də görsə insanlar ibrət almırlar. Kimsə dünyasını dəyişir, qəbirstanlığa gəlirsən, dəfn eləməyə görürsən, orada dayanıb, ya danışır, gülür, ya da telefonla kiminəcə danışır. Ya ondan da ibrət almırıq artıq. Adiləşir bizim üçün bunlar. Amma halbuki biz baxırıq ki, sələflərin həyatına, onlar Peyğəmbər s.ə.v-dən nəsiyyət olaraq götürürlər ki, qəbirstanlıq ziyarətini edin. Ölümü xatırlamaq üçün. İnsan getməlidir, yaxınlarını ziyarət etməlidir. Binirsən maşına, geysən qəbirstanlığa, oturursan orada, ağlayırsan, yad eləyirsən, onlar sonra dua eləyirsən, ölümün xalsına çıxıb gəlirsən. Bilirsən nə qədər insanı dəyişir. İndi ola bilər kimsə qulaq alsın, deyəcək, bunlar dəli olurlar, qəbirstanlığa gəlirlər. Amma qəbirstanlıq hər birimizin yeridir. Hər birimizin son yeri oradır. Gedib oturur, ibrət alma, imanı qaldırmaq üçün ən böyük səbəblərdən biridir. Ölümü xatırlamaq, ölümü düşünmək. Yəni ölüm hamımız üçün var, qardaşlar, heç kəs qaçamayacaq. Heç kəs canını qutaramayacaq. Kimsə düşünməsin, mən 80 yaşımda öləcəm. Allah bilir necə yaşımda öləcəksən. Nə qədər yaşayacaqsan, harada öləcəksən, necə öləcəksən. Buna görə gözə baxırsan ki, Allah Rasulü Allahdan sabitlik istəyirdi, xeyirli ölüm istəyirdi. Sonra deyir ki, İbrahim ibn Ətəm rahimehullah deyir ki, ölülərinizi dəfn etdiniz, ondan deyir, ibrət almadınız. Görsən, Allahu Ekber. Dəfn edirik, ailə bilirik ki, adi bir şeydir, lakin heç birimiz düşünmürük, ibrət almırıq. Peyğəmbər s.ə.v isə nə edirdi? O, dəfn mərasimdə otururdu, danışırdı sahabələrə, ölümdən, qəbir alimindən, hamısından sonra danışırdı ki, sahabələr bundan ibrət alsınlar. Onlar oturur, fikirləşirdilər, ağlayırdılar, düşünürdülər. Sonra deyir ki, İbrahim ibn Ətəm sonuncu, deyir ki, insanların eybləri ilə məşğul oldunuz, öz eyblərinizi unutdunuz. Hər birimiz onda bunda eyb axtarmağa mahirik. Hər birimiz, yəni iki mən qaşıq. Oturaq, ancaq ondan bundan eyb axtaraq. Özümüzə heç fikirləşmirik. Halbuki oturub düşünsək, o bütün eyblər hamısı elə özümüzdə var. Ona görə deyilir ki, xoş o insanın halına ki, yəni onda bunda eyb axtarmırlar ki, özündə axtarır o eybləri. Ona görə də İmam Malik rahimehullah deyərdi ki, mən deyir, şəhərdə deyir, insanlar gördüm Mədinədə ki, onlar deyir, onda bunda eyb axtarırdılar. Onda bunda eyb axtarırlar ki, özlərini unutmuşlar. Və deyir, Allah Taala elə etdi ki, özləri nədir? Onlardan daha pis oldular. Amma elə insanlar var idi ki, mən gördüm ki, onlar deyir, ancaq özlərini qınıyırdılar. Onda bunda eyb axtarmırdı. Allah Subhanahu taala da onların eyblərini üstünə örtdü. Ona görə insan ancaq çalışmalıdır ki, Allahın və Peyğəmbər sallallahu əleyhi və səlləmin sözlərindən özü üçün ibrətlər alsın, özünü düzəltsin, özünü islah etsin. Çünki o deyilənlərin hamısı özümüzdə var, qardaşlarım, hamısı özümüzdə var. Özümüzü nə etməliyik? Düzəltməyə çalışmalıyıq. Bu İbrahim ibn Ətəm rahimehullahın onlara olan tövsiyəsi idi, hamısı ki, bu günləri bizim özümüzə də lazımdır bu. Və Allah Subhanahu dua edirəm ki, Allah Taala bizi eşidib faydalanlardan etsin. Və həmçinin dua edirəm ki, Allah Taala bu iftar məclislərini təşkil edən qardaşların malına, mülkünə bərəkət versin. Elhamdülillah, belə məclislər həmişə lazımdır. Qardaşların bir yerə toplanması, cəm olması, bu xeyirdir, bərəkətdir. Çünki nə qədər müsəlmanlar bir yerə toplanır. Biz bunların qədrini, bunların qiyməti qiyamət günü görəcəyik. Allah Subhanahu taala ki, bizə göstərəcək, burada nə qədər faydalar, nə qədər xeyirlər var. Biz hədislərdən bilirik ki, bəli, Peyğəmbər sallallahu əleyhi və səlləm cəmaət olmağa, bir yerdə cəm olmağa, bir-birinə toplanmağa əmr edir bizə. Ola ki, o xeyirlər, faydalar ki var belə məclislərdə, onların hamısı qiyamət günü görəcəksiniz. Ki, nə boyda bunda savablar var, vallahi ki. Ona görə də Allah Subhanahu taala qardaşların malına, mülkünə bərəkət versin. Bizi də eşidib faydalanlardan etsin. Dua edirəm ki, Allah Taala bu gözəl Ramazanı sona qədər çatdırmağı bizə nəsib etsin. Günahlarımızı əfv etsin, günahlarımızı bağışlasın.
Allah razı olsun. Subhanakallahumma ve hamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.